Sizi salamlayıram, hoş gəlmisiniz. Sizi Azərbaycan Milli Konservatoriyasında görmənizdən çox məmnunum. Bugün Ümumilli liderimizin əziz xatirəsinin işığına toplaşdığımız bu tədbir doğrudan da bizim için çox böyük önəm daşıyır. Bildiyiniz kimi Ümumilli liderimiz Azərbaycanın bütün sahələrinin, bütün istiqamətlərinin inkişafında, tərəqqisində misilsiz xidmətləri olmuşdu və bu sahələrdən biri də bizim milli mədəniyyətimiz, milli musiqimizdir. Mən düşünürəm ki, Ümumilli liderimizin bu sahə dair ümumiyyətlə bir konsepsiyası mövcuddur. Müəyyən fikirləri, müəyyən mübarizələri mövcuddur və bu konsepsiyasının əsas ana xətlərindən biri, əsas müddalarından biri onun çox məşhur bir kəlamında öz əksini tapmışdır. Əgər yadınızdadırsa, milli liderimiz qeyd edirdi ki, hər bir xalqı tanıdan, onu digər xalqlardan fərqləndirən bir çox xüsusiyyətlər mövcuddur və bu xüsusiyyətlərdən biri də mədəniyyətdir. Kiprikler ahtı, kiprikler ahtı, kaşın kemandı, kaşın kemandı. Yüreğdir yaşa.